Əllamə Məliki Təbrizi Əl-Muraqibat kitabında münacatlarından birində, bir hissəsində qəribə bir münacat edir Allahla. Deyir ki, İlahi, nəfsimin əlindən o qədər əsəbiyəm. Bu alçaq nəfsimin əlindən o qədər əsəbiyəm ki, gücüm çatsaydı, dözə bilsəydim. Deyərdim, ay Allah, at cəhənnəmə yandır, baxım kef eləyim. Deyim, əcəb oldu sənə, özüm öz əlimdən belə qəzəbliyəm. Özüm öz əlimdən belə əsəbiyəm. Amma deyir, heyf ki, taqətim yoxdur mənim, dözümüm yoxdur mənim. Cəhənnəmə dözmək olmur, ona görə deyirəm bağışda. Yoxsa öz əlimdən elə qəzəbliyəm ki, deyərdim, yandır, bu nəfsi mən ləzzət alım. Bu qədər, adam belə əsəbi olsun, öz nəfsinin əlindən. Özündən əsəbi olmasın, başqalarına aqressiv olacaqsan. Qəzəbi tökməyə adam axtaracaqsan. Qaşqabaqlı olacaqsan, acıqlı olacaqsan. Amma özünə qəzəbli olanlar başqalarına qarşı mərhəmətli olur. Öz nəfsinə qəzəbli olanlar.